Bismillah, elhamdülillah, ve salatu ve selamu ala men la nebiyye ba'de. Değerli kardeşlerim, bugün inşallah Kur'an-ı Kerim'in hifzi barədə atılan 4 addım barədə danışmaq istəyirəm. Belə ki, birinci addım oxuyan, yəni əzbər etmək üçün təkrar edər. İkinci addım isə hifz edən, yəni möhkəmləndirmək üçün təkrar edər. Dördüncü addım möhkəmləndirən, yəni təkmilləşdirmək üçün təkrar edər. Dördüncü addım isə təkmilləşdirən, yəni unutmasın deyə təkrar edər. Yəni Quran təkrarla yaşayar. Həqiqətən bu ifadə çox dəqiq bir mənanı, həqiqəti əks etdirir. Yəni Quran-ı Kərim yalnız oxunmaqla deyil, davamlı təkrar və ünsiyyətlə qəlbdə yaşayır və möhkəmlənir. Bu 4 mərhələ əslində Qurana yaxınlaşmanın tədrici, mərhələli şəkildə olan yoludur. Yəni birinci mərhələdə insan sadəcə oxuyur, amma məqsəd artıq əzbərə doğru yönəlir. Bu, tanışlıq və ilkin bağ qurmaq mərhələsidir. İkinci mərhələdə isə hifz başlayır, yəni əzbər başlayır və burada təkrar artıq bir zərurətə çevrilir. Yəni əzbərlənən ayələr təkrar olunmasa tez unudular, tez yaddan çıxar. Üçüncü mərhələdə isə artıq bu möhkəmləndirmə, bərkitmə mərhələsidir. Bu mərhələdə demək olar ki, ən çətinidir. Çünki insan artıq bildiyini qorumaq üçün daha çox zəhmət, əziyyət və zəhmət göstərməli, yəni ki, səy göstərməlidir, zəhmət sərf etməlidir. Dördüncü mərhələdə isə artıq kamillik istiqamətində davamlılıq var. Burada məqsəd yalnız yadda saxlamaq deyil təkcə, Quran-ı Kərimi həyatın bir parçasına çevirməkdir ki, artıq unutmaq mümkün olmasın. Hətta bununla bağlı, Quran-ı Kərimi ilə bağlı yəni bir məşhur hədis də var, yəni ki, bu məsələ ilə elə üstə düşür. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Qurana sahib olan onu davamlı təkrar etməzsə, o bağlı dəvədən daha tez qaçar, yəni unudular. Yəni qardaşlarım, Quran təkrarla yaşayar. Yəni kim Quranla yaşamaq istəyirsə, onunla hər gün yenidən görüşməlidir. Oxumaqla, təkrar etməklə və həyatına tətbiq etməklə ən doğrusunu uca Allah bilir.